Mağazadakı tester məhsulları istifadə etmək heç gigiyenik deyil. Ona görə də üzümüzdə istifadə etmək yerinə əlimizdə istifadə edirik. Əgər bir dodaq boyası alacaqsınızsa, rəngini bilmək üçün barmağınızın ucunda istifadə edin. Çünki barmağınızın alt tonu dodağınızla demək olar ki, eynidir və teksturası da çox oxşuyur. Əgər highlighter alacaqsansa, bu hissədə istifadə etməlisən, çünki bu almacıq sümüyünün üstünə çox bənzəyir və işığın yansımasını çox rahatlıqla görə biləcəksən. Göz kölgəsi alacaqsansa, barmaqlarının buğumlarında istifadə elə, çünki gözündə necə olduğunu belə çox rahatlıqla görə biləcəksən. Konsiler alacaqsansa, bu hissəyə tətbiq elə. O zaman göz altındakı qırışlarda necə duracağını çox rahatlıqla görə biləcəksən. Əgər tuş alacaqsansa, əlində istifadə elə. Daha sonra üzündəki yağdan götürüb maskaranın üstündən belə çəkirsən, dağılıb dağılmadığını belə rahat görə biləcəksən. Əgər rumyana və ya bronzer alacaqsansa, öncə əlinə tonal kremindən istifadə elə. Daha sonra rənginə baxmaq istədiyin rumyananı və bronzeri çəkərək daha dəqiq rəngini görə bilərsən. Testerləri yüzlərlə adam istifadə edir və kimin üzündə nə problem olduğunu bilə bilmərsən. Ona görə çalış heç vaxt üzündə bunları yoxlama.